Biz buradan sağa dönəcəyik, yəni ağacların arasından. Daha sonra bir qədər irəlilədikdən sonra sola dönəcəyik. Ancaq elə eləməliyik ki, avtomobilimizin sağ təkəri orada olan o səkidən yerə düşməsin. Aydındır? Sonra bir qədər irəliyə doğru hərəkət etdikdən sonra sola dönəcəyik. Ancaq elə eləməliyik ki, sol böyrümüz ağaca, avtomobilimizin önü sosiyetkaya toxunmasın. Buyur, indi bu döngə hesablanması, döngə raşotlarından istifadə edərək, buyur, bu maneələri özün dəf et. Qaytarsan düşəcək. Aha. Düzləşdir sükanı. İndi buradan sola dönərkən nə vaxt dönməliyik? Bura dar döngədir deyə sola məsafəmiz azsa maşının ortasını götürməliyik. Onda da avtomobilin ön hissəsi gedib o setkaya dəyəcək. Var o, biraz əyləc bıraq. Biraz da get. 1 metr yoxdur, düzü. Ancaq lap da az deyil. Deməli, yarısı çatana qədər getməsən də olar. Bir balaca irəliyə doğru əyləc bıraq. Əyləc bıraq. İndi çevirə bilərsən sükan. Amma yox, belə yox. Gedə. Maşın getmir axı Fərid. Sükanı çevir. Bax güzgüdən sol böyrüvə dəymədin ağaca. Dəymədin bu maneəyə. Buyur, düzləşdir sükanı. Aydın oldu. Bax, bu hesablanma, yəni raşot məsələsi bu kimi şeylərdə bizə lazım olur. Hesablanmanı bilməsən, sən o maneələrin arasından çıxa bilməzdin.